Bismillahirrahmanirrahim. Lakinnəl ərəbə fəkkərət fi bəlağətil Qur'ani. Ərəblər həqiqətən Qur'anın bəlağətində çox fikir ediblər, düşünüblər. Fəəzənət li-i'cazihi. Əzənət, iqrar etdilər, qərarlaşdılar, bəyan etdilər. Li-i'cazihi, Qur'anın möcüzə olmağını. Və həmçinin də ki, onlar əlimət, bildilər ki, yəni sən də bildin ki, əlimtə ənəha məhzubətun. Məhzumətun, yəni düşməni sındırırdı. Düşməni məğlub edirdi. Hər kim gəlirdi Qur'anla üz-üzə, İza əradətil müarizətu. Zaman ki, onlar gəlirdilər Qur'anla üz-üzə, məhv olurdular. Yəni müarizə, yəni düşmənçilik, taarruz etmək. Fəsəddiqə minha qovmun daiyəl haqq. Amma o Qur'anı təsdiq eləyənlər də var idi. Və xəzəu li dəvətil Qur'ani. Qur'anın dəvətində xuzu-xuşu edirdilər, özlərini aşağı tuturlar. Fazə bi şərəfil İslami. Və onlar İslam şərafətinə görə yüksəlirdilər. Və rəkibə axərunə caddətul inad. Amma digər dəstə isə, məsəl üçün, Taifdə Həzrəti Peyğəmbəri necə daşladılar? Zeyd gəldi də qabağına. Zeyd oğulluğu gəldi, oğlu deyildi. Və ma kana Muhammedun əba əhədin min ricalikum. Və lakin Rəsuləllah və xatəmən nəbiyyinə Quranda ayə var sallallahu aleyhi. Zeyd gəldi ki, daşı mənə atın, Peyğəmbərə vurmayın. Bizə 2 dəfə hicrət edib də Peyğəmbər. Taifə, bir dəfə də Məkkədən Mədiniyə. Hicrət 2 dəfədir. Yəni, məsəl üçün, o inad eləyənlər Peyğəmbərlə düşmənçilik edirdilər. Əslində Peyğəmbərlə düşmənçilikləri yox idi. Onlar bilirdilər ki, Həzrəti Peyğəmbər əmin şəxsdir. Onların düşmənçiliyi Qur'anla idi. Qur'ana inad edirdilər. Qur'anı inkar edirdilər. Düşmənçilik bu cür olur da, məsələn. Düzdür? Bizə biri kitab yazar, deyəsən ki, şəhid əvvəl lümə yazıb, lümə qədim kitabda oxumuram. Əgər lümə qədimdirsə, onda Qur'an da qədimdir, Qur'anı da oxuma. Niyə Qur'anı qəbul edirsən? Lümə 500-600 il bundan qabaq yazıb, Quran 14 əsr bundan qabaq yığılıb, toplanıb. Onda Quran da qədimdir, Quranı niyə qəbul edirsən? Deyir, mən deyir, bunu başa düşmürəm. Quranı başa düşmək üçün qədimi oxumaq lazımdır da. Onlar ki, bir dəstə axərunə, yəni digər adamlar, digər Ərəbistan yarımadasında olanlar, caddətul inad, yəni düşmənçilikləri ilə dəva edirdilər, özləri dəva edirdilər, özləri dəvaya dəvət edirdilər Peyğəmbəri. Fəxtarul müqabilətə bis suyuf, ələl müqaviməti bil huruf. Deyir, Allahın Rəsulu hərflərlə danışırdı, sözlərlə deyir, onlar qılınc çəkirdilər. Quranın qabağına qılınc çəkirdilər. Bədir müharibəsi necə baş verdi? Həzrət Peyğəmbər vuruşmurdu ki. Dedi, haçan vuruşacaqsınız? Gəldilər üstünə Peyğəmbərin. Həmzənin üstünə. Dedilər, Allahın Rəsulu deyil. Deyin ona ki, götürün bir qılıncı, vuruşun da bizi ilə. Ayə nazil olmayıb, necə vuruşsun Peyğəmbər? Yəni, onlar özləri iddia elədilər. İddiada bulundular ki, bəli, bizi ilə vuruşun. Hərflərin müqabilində, əlifin, bənin, tənin müqabilində onlar qılınc qaldırdılar. Amma məğlub oldular. Hamısı məğlub oldu. Bədirdə 300 nəfər 1000 nəfərə qalib gəldi. Ühüddə 1000 nəfər 2000-ə, 3000-ə qalib gəldi. Ühüddə də qalib gəldilər. Düz Ühüddə Seyyid-i Şühəda şəhid oldu. Ya Xeybərdə, ya digər Təbukda, Müzdəlifədə, Müstəlaqda, Peyğəmbər ki 26-27-də müharibə elə. Onlar fəxtarul müqabilətə bis suyuf, ələl müqaviməti bil huruf. Hərflərin müqavimətində, hərflərin, kəlmələrin sözünün müqabilində onlar qılınclara əl atdılar. Və asarul mübarizətə bil, bəli, 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 bil əsnan, məsələn, və bis sənan, ələl müarizəti fil bəyan, məsələn. Onlar istədilər ki, bəyanın müqabilində özləri ilə, yəni özləri müharibə eləsinlər
bəyanın müqabilində, yəni öz dişləri ilə. Biz səndən yəni belə də elə bir ki, müharibə eləsin, yəni desinlər ki, yox, bu batildir. Biz qəbul eləmirik bunu. Necə ki, qabaqda oxuduq, peyğəmbərə vəzifə təklif elədilər. Peyğəmbərə məqam verdilər. Ki, Ərəbistanda ən böyük məqamı veririk. Kəbənin açarlarını veririk peyğəmbərə. Peyğəmbər bir kəlmə dedi. Nə dedi? Tarixdə gəlir. Əbu Talibi vasitəsi tutmuşlar. Həzrət Əbu Talib salamladı. Dedilər, günəşi sağ əlimə, peyğəmbər buyurdu. Ayı sol əlimə versəniz, dediyimdən dönən deyiləm. Yəni, aləmləri idarə eləyən, yəni Allah deyil, Allah da bir günəş, bir ay yaradıb ki, gecə gündüz qallaqtik olsun da, əvəz olunsun. Dedi, onları mənim əlimə versəniz, yenə dediyimdən nə edəcəyəm? Dönməyəcəyəm. Fəkənə hazəl əczu vəl-müqavimətu əzəmu hüccətən. Onların acizliyi və onların böyük müqaviməti hüccətdir ki, Qur'anın qabağında tab gətirə, yəni bilmədilər. Məğlub oldular. Əla ennəl Qur'anə, həqiqətən Qur'an vəhyun ilahiyyun, ilahi bir vəhyidir, xaricun ən tuqil bəşəri və bəşəriyyətin qüdrətindən xaricdir. Yəni, bəşəriyyət onun müqabilində bir dəlil, sübut, iddia edə bilməz. Mümkündür. Və qəd yəddəyi cahilu min qeyril muslimin, amma bir dəstə cahil, müsəlmanlardan olmayan cahil iddia etdi. Ennəl ərəbə qəd ətət bimislil Qur'an. Qur'an kimi bir Qur'an gətirə bilər ərəblər. Və arəzəthu bil hüccəti və Qur'anla müarizə eləyərlər, mübahisə eləyərlər, Qur'anla düşmənçilik eləyərlər. Və qəd ixtələfət əleyna hazəl müarizətü lituliz zaman. Elə o dövrdən indiki dövrə qədər, bu zamana qədər həmin o ixtilaf nə edir? Davam edir. Nəsranilər də gətirir, Yəhudilər də gətirir, bütpərəstlər tənasuxiyyəni qəbul edənlər də dəlil gətirirlər. Elə bu zamana qədər həmin bu dəlillər, bunların gətirdikləri dəlillər elə davam edir. Və cavab-ı zalik, ənnə hazihil müarizətə lovkanət hasilətən lə'ənənət həl ərəbu. Əgər deyir, həqiqətən bu müharibə, bu dəyişmə, bu mübahisə baş versəydi, ərəblər özləri bunu aşkar surətdə deyərdilər ki, biz qalib olmuşuq. Bir halda ki, ərəblər özləri gəldilər, axırda Quranı nə edilər? Təsdiq etdilər, Quranı qəbul elədilər. Amma hayıf ki, indi ərəblərdən heç müsəlman demək olar ki, qalmıyor. Heç müsəlman olur. Əcəmlər İslamı qəbul edirlər, amma ərəblər İslamdan qaçırlar. İmam Əli əleyhissalamın Nəhcül Bəlağədə bir bəhsi keçir bu barədə. Deyir, Kufə məscidində əyləşir, deyir ki, mənbədə. Deyir, bir zaman gələcək ki, siz ərəblərin övladları İslamı tərk eləyəcəksiniz. Bizdən uzaq məmləkətlər isə bizim adımızı, bizi görmədən adımızı ağ kağızın üstündən oxuyaraq bizi qəbul edəcəklər. Əcəmlər bizi qəbul edəcəklər. Həmin zamandır. Əcəmlər İslamı qəbul eləyir, ərəblər isə İslamdan uzaqlaşırlar. 30 neçənci ayədəydik? 6-da. 36-da ki, Bismillah, Şeyx Təbərsi, Allah rəhmət eləsin hər ikisinə, Şeyx Təbərsiyə də, Seyd Əbülqasım Əl-Xoyyə də buyurur ki, Şeyx Təbərsi, bəhsimiz orada qalmışdı ki, cənnət hansı cənnətdir? Həqiqətən xuldul cənnətdir, əbədi cənnətdir, yoxsa ki, bir bağdır. İndi bəhsimiz buradadır. Bu cənnət özü hardadır? Fis-səma, fil-ərz. Yerdədir bu cənnət, yoxsa göydədir, səmadadır. Bəhsimiz buradadır. Adəm Peyğəmbər olan cənnət. Bəli, həmin o bağ. Cənnət bağın adıdır. Bəli. Əsl adı cənnət deyərlər ona. Amma o xuldul cənnət deyil. O əbədi qalan cənnət deyil. Bəli.
Buyurur Əbu Haşim bir alimdir. Əbu Haşim deyir ki, həmin cənnətdir, bağın adıdır. Amma o cənnət ki, Cinanus Səma, göyün cənnətləridir. Qeyru cənnətil xuldi, əbədi cənnət deyil. Əbu Haşim belə deyir. Müfəssir Əbu Haşim bu cür deyir. Cənnətül Fissəmadır, bəli. Amma cənnətül xuld deyil. Əbədi cənnət deyil. Deyir əbədi cənnət. Deyir nəyə görə deyil? Dəlilimiz var. 2 dəlilimiz var buna. Bəli, bu səmada olmağına. Nəzələ teyinə görə. Hə? Yox, deyəcəyindi. Biri budur ki, onun yeməkləri daimidir. Biri budur dəlili. Ukuləha daimə. Cənnətin yeməyi daimidir. İkinci budur ki, vəla təklifə. İkinci də budur ki, təklif yoxdur orada. Əbu Haşim belə dəlil gətirir. 2 səbəbə görə deyirik ki, Cənanus Səmadır. Bu onun nəzəridir ya, Əbu Haşimin nəzəri. Amazon kategorili yerlər var ki, Bəli. orada daimidir. Meyvə bitir, Bəli. gün açır, burada yarpaq. Bəli, Eyni bəli. vaxtda baş. Bəli, eyni vaxtda baş verir. Bəli. Belə bir yer var. Bəli. Bu Əbu Haşimin nəzəridir. Bunları yazıram ki, mən düzdür, vaxtımız çox gedir, amma bunları yazmaq lazımdır bizə. Yəni bunları qeyd etmək lazımdır ki, bunlar təfsirdir, yəni təfsir dərsidir. İhsan şahını saxla biraz. Əgər yazmayıblarsa. Əbu Müslüm görək nə deyir? Əbu Müslüm buyurur ki, Əbu Müslümin nəzəri. Əbu Müslüm başqa bir söz deyir. Əbu Müslüm deyir ki, min cinani dünya. Cinan cənnətin cənnəti. Dünya cənnətlərindəndir. Özə fil ərz, yerdədir özlər. Bax, həmin yerdədir. Əbu Müslümin dəlili budur ki, Adəm buradaydı, məqam cəhətindən düşdü aşağı. Bu da elə yerdədir, o da yerdir. Əbu Müslümin dəlili budur. Yəni cənnət o bağ yerdədir, nəinki göydə. Göydən ihbitu dedi axı Allah orada. İhbitu yəni düşün. Deyir bu yerdə idi. Məqam cəhətindən düşdü. Nəinki özü düşdü. Ömrə ərəblərdə ikram mənasında gəlir. Bəli. Məsələn, yəni süfrə açmaq. Bəli, bəli. Məsələn necə ki Quranda ayə var, ihbitu misrən. Eynin mislə. Həzrəti Yusufun bəhsində var məsələn. Həzrət Musa'da. Həzrəti Musa'da da var, bəli. Məsələn orada dedik Misrə düşün. Misrə düşün, elə dünyadaydılar da bunlar. Məlum oldu. Yəni bu ihbitudan bu çıxmır ki, bunlar göydədirlər, göydən Adəm gəlsin yerə. Bunun mənası bu deyil. Mənası bu deyil, dünya cənnətidir. Cənnət elə dünyada olan cənnət. Yəni mənası budur ki, hələ bir məqam cəhətindən düş aşağı. Yəni kəramət deyil, indi kəramətin getdi. İndi oxuyacaq qabaqda. Məsələn, Həzrət Adəmin o paltarı tökülməyi. Həqiqətən paltarı töküldü. Yarpaq. Allah peyğəmbəri abırsız eləyəcək, nəuzubillah. Peyğəmbərdir bu. Adəm peyğəmbərdir. Hələ burada da bir bəhs var. Adəm peyğəmbər o cənnətdə olanda peyğəmbər idi, peyğəmbər deyildi. Bunun da bəhsi var. Ola bilər peyğəmbər olmasa adi bir bəşər olsun. Təklif yoxuyla qoyulur. Bəli, əgər təklif yox idisə, bəs niyə ağacdan çəkinmə var idi? Bəli, bəli, nəhyözü də təklifdir də. Nəhyözü də təklifdir də. Əmr nəhy yoxdur. Çox şeylər çıxır ha burada. Çox bəhslər çıxır. Bəli. Çox alimlər isə əksəri müfəssirlər və Həsən-i Bəsri və Əmir ibn Ubeyd və İbn Əta və Mötəzilənin çoxsu Cübayi və Rummani və İbnül Əxşid buyurub ki, Cənnətül Xuldidir bu. Bu alimlərin çoxsu deyir nədir? Cənnətül Xuldidir. Yəni yerdə. Və yox, əbədi cənnətdir. Əbədi cənnət.
Bəli. Onlar deyir ki, oradakı ayədə gəlib uskun ente ve zovcuka el cənnətə deyir əliflamı tərifdir orada. O əliflama görə deyir ki, bəli, cənnət, yəni xuld, əbədi olan cənnət. Bu da Məxsuslaşdırıb. bəli, məxsuslaşdırıb. Ya o şəxslər biri Həsən Bəsri, alimlərin adını yazdım sizin üçün qalsın. İkinci Əmir İbn Ubeyd. Ubeydin oğlu. Bəli. Biri də üçüncü Vasil İbn Əta. Bunlar hamısı müfəssirdir ya. Bunlar və bir də Mötəzilə, bir də Cübayi. Əli ibn Cübayi var idi, ya qayıtda oxumuşduq. Və bir də Rummani. Mötəzilə o Mötəzilənin rəhbəridir. Bəli. Mötəzilənin rəhbəri Vasib ibn Əta. Və bir də İbnül Əxşid. Bunlar deyirlər ki, Cənnətül Xuldidir. Cənnətül Xuldidir. Onlar əliflamı bu əliflamı tərif tuturlar. Yəni məxsusi cənnət, xüsusi cənnət. Bunlar bu alimlərin nəzəridir. Bəs bizim nəzərimiz var. Romani Hasan Deyir iblis necə elədi? Nə təhər elədi məsələn deyək. Deyir iblisin səsin Adəmlə Havva cənnətin xaricindən eşitdilər. Yəni o bayırda idi. Hələ bir küçədə danışırdı. Sən evdə əyləşmirsən, eşitdin onun səsini. Deyir iblisin səsini Adəmlə Havva belə eşitdi. İndi oxuyacaq gələn dərsdə. Yox. Bunlar deyir ki, o cənnət xuldidir, əbədidir. Bəzi alimlər deyirlər ki, iblis bayırdan, hələ bir qapıdan vəsvəsə verdi onlara. İçəri girə bilmirdi, oradan xaric olmuşdu. Yəni onlar deyirlər ki, bəli, bu qapıdan verdi, çağırış elədi və onun səsini eşitdi. İndi bəhsimiz buradadır. İblis birinci Adəmə Allahdır, Adəm Həvvanı Allahdır. Yoxsa Həvva Allahdır, gəldi Adəmə Allahdır, bunun da bəhsi var, oxuyacaq. Burada gələcək hamısı o nəzərləri deyəcək. və əzəlləhumə şeytan. Hə? Əzəlləhuma da gələcək, bəli. Əzəlləhuma nə mənasıdır? Ümumiyyətlə, Adəm günah elədi, eləmədi. Bəzi alimlər deyirlər, bəli, Adəm orada günah elədi. Bəziləri deyir, xəta elədi. Bəziləri deyir, tərk ovlalıq elədi. Yəni, biz bu təfsir belə elmdir. Təfsir o deyil ki, bir nəzəri götürsən. Bütün nəzərləri deyir, sən onu seçirsən, birini götürürsən. Biz orada gəlib qail olacaq ki, nəhyi irşadı baş verir və tərk ovlalıq olur. Yaxşını tərk edib də, müstəhəb işi tərk edib. Çünki peyğəmbərlər üçün müstəhəb iş vacib hökmündəydi. Bizə Həzrəti Zəkəriyya ağaca girməyi, ağacını doğram, Yunus əleyhissalamın balıq udmağı, Yusuf əleyhissalamın əlinin içindən nurun çıxmağı, nəslindən peyğəmbər gəlməyəcək, yandan, o biri peyğəmbər, o qardaşının adı nədir? Benyamindən gələcək. Atdan enmədi, bəli, atası ayaqla 36 illik hicran, atası düşdü atdan, torpağa sürünə, yıxıldı, qoca kişi idi, ağbaş, Yaqub əleyhissalam, yalvara gəlir, bu atda dayanıb, dedi, mən Misrin padşahıyam. Allah əmr elədi əlini açıyla, əlindən bir nur çıxdı. Dedi, Cənab Cəbrailə, bu nə nur idi? Dedi, sənin nəslindən peyğəmbər tutar. Sən haqqı valideyni yetdin bu. Sən gerək, atdan sən düşəydin. Nəinki atan? Ata düşdü. Atdan ata düşdü. Həzrəti Yaqub əleyhissalam düşdü. 36 illik hicrana Allah son qoydu. 35 ildə Züleyxa olan. Bəli. 35 ildə Züleyxa oladı. Bəzi alimlərin nəzəri budur ki, bunu yazdır, bu alimlərdir. Bunlar qəbul edirlər ki, əbədi cənnət idi. Həmin o bu alimlər, bəzi deyənlər bunlara işğal eləyirlər.
Deyir, siz hardan deyirsiniz ki bu əbədi cənnəti? Əbədi cənnətin mənası budur ki, cənnətül xuld. İçəri girmək daxil icazəlidir, xaric olmaq yoxdur. Bəs bunlar necə çıxdılar oradan? Əgər əbədi cənnət idisə, niyə çıxdılar? Gərək çıxmayaydılar. Bəli. Orada qalaydılar. Niyə çıxdılar bəs? Onu işğal eləyir. Bəli. Bunu ilə dəlil gətirirlər ki, onlar bunu ilə dəlil gətirirlər ki, bu cənnətin özündə nə var idi? Həmin bu əhli üçün savab var idi və bu cənnətin özündə məsələn Allah Taala necə buyurur? Deyir ki, kullu şeyin halikun illa vəcə. Hər şey həlak olacaq məgər Allahın vəcəsi. Yəni Allahın sifəti qalacaq. Əimmədən soruşlar İmam Sadiq əleyhissalamdan soruşlar, vəcə kimdir? Neçə dənə sual veriblər axı imama? Bihablillah, vəchullah, ruhullah. Bunlar Quranda kimlərdir? Nəhnu. Bizik. Biz əhl-i beytik. Allahın ipi bizik. Allahın sifəti bizik. Böyük sözlərdir ya bunlar. Yəni Allahın sifəti. Yəni təcəssüm mənasına yox. Yəni bizə itaət eləyən, bizdən yapışar, Allahın tərəfinə gedər. Yəni murdisi reisdən çıxmaz da. Qatardan çıxmaz, düz gedir. Bu cür gətiriblər dəlil. Allah orada ardıcan buyurur ki, kula yeyin minha o cənnətdən rəğədən. Rəğədən yəni kula minəl cənnəti kəsirən vasiən çoxlu şeylər yeyin orada. Nə qədər ki heysu şituma. Bu heysu şituma var ha ayəsi, ayənin adı. Buradan məlum olur ki, Adəm əleyhissalam burada əbədi deyildi. Çünki deyir, istədiyiniz qədər yeyin. Yəni bir müddətdən sonra xaricsiniz buradan. Çıxacaqsınız. Deməli Allah öz təqdirində bilirdi. Mənası nədir? Nə yiyin orada? Minha. Nədən? Yəni min simariha, meyvələrdən. Orada meyvələr var idi axı, cənnət meyvələri, bağın meyvələri. Və la təqrəbə hazihi şəcərətə. Bu ağaca yaxın olmayın. Fətəkunə minəz zalimin. Allah burada istisna etdi. Nəyi istisna elədi? Hansı ağacı istisna elədi? Buğda ağacı idi, arpa idi, xurma idi, sümbül idi. Nə ağacı idi? Hansı ağacı idi? Üzüm ağacı idi. Yəni qissələrdə cürbəcür nəzəriyyələr gəlir. Onları da biz gələn dərsdə inşallah qismət olsa deyəcəyik ki, Allah nədən danışırdı? Hansı ağacdan danışırdı? Yəni hansı ağacı yeyin, yeməyin. La təqrəba yəni hansı ağacı yeməyin? İmam Muhammed Baqir əleyhissalamdan rivayətimiz vardır. Həzrətdən soruşurlar ki, və la təqrəba hazihi şəcərətə, şəcərə Allah neyi qəsd eləyib? Həzrət orada deyir, həmin ağacı orada bəyan edir ki, nə ağacı idi o. Və niyə görə nəhyi gəldi? Bu nəhyi nəyə dəlalət eləyirdi? Adəm əleyhissalamın Allahla nəyi var idi? Və Allah burada niyə görə nəhyi qoydu? Məqsədi nə idi Allahın? Bunları deyəcəyik və bunları bəyan eləyəcəyik. Və görəsən Adəm əleyhissalam o ağacı yeməklə qəbih iş gördü, görmədi. Bunu deyəcəyik. Yəni qəbih, Peyğəmbər qəbih iş görər, görməz. Bunu deyəcəyik. Bəli. Mötəzilənin nəzəriyyəsini deyəcəyik. Mötəzilə nə deyir? Adəm günah etdi, hansı günahdan etdi? Səğirə günahdan etdi, kəbirə günahdan etdi. İnşallah bunları gələn dərs biz bəyan edəcəyik. Elhamdülillah.